Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, ara bir duman olacaq, xüsusi yağışlı bir gün gözlənilmir, lakin bəzi yerlərdə gün ərzində fasilələrlə yağışlar ola bilər. Sadəcə olaraq intensivləşməyəcək, leysan yağışlar gözlənilmir. Cənub-şərq küləyi əsəcək, ilk olaraq 7-12 metr/saniyə sürətlə və güclə başlayacaq və gün ərzində 15 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 75-85% olacaq. Havanın temperaturu isə 9 dərəcəyə qədər isti olacaq. Naxçıvan şəhəri, Cufa, Ordubad, Şahbuz, Şərur, Sədərək bu ərazilərdə bugün əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin axşama doğru dağlıq ərazilərdən başlayaraq qar yağma ehtimalı çoxdur və günün gedişatında əsasən də gecə saatları və növbəti günə keçən ərəfələrdə bu yağıntılar intensivləşə bilər. Qərb küləyi əsəcək, 15 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 5 dərəcəyə qədər şaxtalı olacaq. Gecə və səhər saatlarında yolları buz bağlaya bilər. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində də bugün əsasən yağmursuz olsa da dağlıq ərazilərdə qar yağma ehtimalı çoxdur. Gün boyu intensivləşə bilər. Günün müəyyən hissələrində yağıntılar kəsiləcək, amma axşamdan etibarən gecəyə doğru yağıntılar davam eləyə bilər. Qərb küləyi əsəcək, 15-18 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Gecə və səhər saatlarında yolları buz bağlaya bilər. Ara bir duman olma ehtimalı var. Havanın temperaturu isə 7 dərəcəyə qədər isti olacaq. Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın bu ərazilərdə demək olar ki, eyni hava şəraiti bizi gözləyir. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə qar yağma ehtimalı çoxdur. Qərb küləyi əsəcək, 18 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 6 dərəcəyə qədər isti olacaq, lakin yağıntılar olduğuna görə gecə və səhər saatlarında yolları buz bağlaya bilirlər. Şimal bölgəsinə keçid alırıq. Ümumilikdə qərb bölgəsi də, şimal bölgəsi də bugün əsasən yağmursuz olsa da ilk olaraq qərb bölgəsindən başlayaq ki, günün gedişatında dağlıq ərazilərdə yağıntıların olma ehtimalı çoxdur. Qar yağacaq ehtimalı var. Qərb küləyi əsəcək, 18, bəzən 20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Gecə və səhər saatlarında yolları buz bağlaya bilər. Havanın temperaturu isə şaxtalı olacaq. Əsasən də dağlıq ərazilərdə -0 dərəcə aralığında dəyişəcək. Eyni hava şəraiti şimal bölgəsində də öz əksini tapacaq. Şimal bölgəsində isə dağlıq ərazilərdə bilirik ki, daha çox şərq rayonlarından, daha sonra qərb rayonlarından gələn yağıntılar öz əksini tapır. Belə ki, bugün də bu hava şəraiti davam eləyəcək. Yağıntıların olma ehtimalı çoxdur. Əsasən yağmursuz keçəcək, lakin qar yağma ehtimalı çoxdur. Gecə saatlarında isə bu yağıntılar arta bilər. Ümumi gedişatda gecə və səhər saatlarında yolları buz bağlayacaq. Havanın temperaturu isə şaxtalı olacaq və ümumilikdə 3 dərəcə şaxtalı hava şəraitinin 2 dərəcəyə qədər maksimum isti hava şəraitinin əvəz olunacaq. Amma günün gedişatını təbii ki, bu temperatur getdikcə aşağı enəcək. Bu hava şəraiti eyni zamanda digər bölgələrimizdə daxil olmaqla Mərkəzi Aran bölgəsində də öz əksini tapacaq. Belə ki, Mərkəzi Aran bölgəsində dünən sulu qar yağma ehtimalı var idi. Bugün də həmin hava şəraiti davam eləyə bilər, lakin ümumi gedişatda əsasən yağmursuz olacaq. Qarlı hava şəraiti günün gedişatında əsasən də gecə saatlarında daha çox öz əksini tapacaq. Havanın temperaturu isə 7-9 dərəcə aralığında dəyişsə də yağıntıların olduğu üçün gecə və səhər saatlarında yolları buz bağlayacaq. Qərb küləyi əsəcək, 18-20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Son olaraq isə cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində şimal-şərq küləyi əsəcək, 15 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 6-7 dərəcə isti olsa da günün gedişatında şaxtalı hava şəraitinin əvəz olunacaq. Yağıntılar ola bilər, qarlı hava şəraiti gözlənilir, amma yağmursuz keçəcək. Gecə və səhər saatlarında yolları buz bağlayacaq. Belə, həm paytaxtımızda, həm də bölgə ərazisində olan hava şəraiti ilə bağlı məlumatlar bunlar idi. Bir daha qeyd edirik ki, bugün gecədən sabah, yəni səhərin ilk saatlarına doğru keçid aldığı müddətdə yağıntıların artma ehtimalı çoxdur. Bu qayda əsasən bölgələrimizdə öz əksini tapacaq. Bakı və Abşeron yarımadasında isə hələ ki qarlı hava şəraiti, güclü qarlı hava şəraiti gözlənilmir. Biz isə indi qısa bir fasiləyə keçid alırıq. Daha sonra proqramımız öz axarında davam eləyəcək.